Bu günlərim siyahılar üzərində, sətirlər üzərində işləyəcəyik. Siyahılar üzərində gələn dərs işləyəcək. Açıram Python-u. Bizə demişdik, məsələn, sətiri belə deyək, mən listə necə çevirirdim? Qeyd eləmişdim onu. Məsələn, A dəyişkənin içərisində yazıram, məsələn, bu sözü yazım, bu çox məşhur olan Madagaskar sözünü yazım. Bunu saldım bura. Bəs indi bunu nə ilə keçirdəcəm, necə deyərlər? List tipinə. Uşaqlar, bir neçə növ var. Burada əsasən split'i götürəcəm. Split böləcək. Verdiyim hissədən deyəcəm böl. Məsəl üçün, nöqtə qoyuram. A nöqtə, yəni A sətrindən müraciət. Elə nə ilə? Split. Split. Virgül açıram. Virgül yox, mötərizə atıram. Dırnaq içərisində A dəyişkənindən böl deyirəm. Enter'e vurub bu şəkildə gələndə nə oldu keçən dərs? Və bunu keçmişdik. Getdi A'lardan, A'ları götürdü, A'ların yerinə sanki boşluq qoydu. Bildikmi bunu? Split neynədir? Böldü. Və sətr tipini list tipinə çevirdi. Bəs daha sonra list tipinə hansı, nə ilə çevirirdik sətr tipini? Listin öz funksiyasına çevirdi. Bəli, listin öz funksiyası ilə. Yazırdım, məsələn. A bərabərdir. Yazıq. Azərbaycan. Dırnağı bağladım. Sənin uşaqlar. Sabahınız. Aha. İndi Azərbaycanı mən list evinə çevirmək istəyirəm. Bunun üçün aşağı sətirdən yazacağım list. Və doğru yazılışda funksiyanın rəngi dəyişir. Əgər yanlış yazsaz, yəni o dəyişməyəcək. Belədir. Deyirəm A. List A. Bu şəkildə keçirdi. Necə deyirlər? List tipinə. Siyahı tipinə. Yaxşı, uşaqlar, belə bir sual verim. Mən indi bu list tipini keçirmək istəyirəm sətir tipinə. Onu nə ilə keçirə bilərəm? Sətir A yazsam, yəni sətir yazsam keçirdəcək. Hə, uşaqlar. Listin birləşə sətrə keçmək olur. Listdən, yəni onu soruşuram. Listdən birləşə sətrə keçmək olmuş. Listdən birləşə sətrə keçmək olmuş. Məsələn, mən bunu verim hər hansısa bir dəyişkənə gəlin bunu götürək. Aşağı sətrə keçək. Bir saniyə. Bunu verdim bu dəyişkən. Yazıram, məsələn, sətir. Bakın yenə eynisini qaytardı. Sanki görsək kənarlardan qoydu işarəni, dırnaq işarəsini. Hansı üsundan çevirirdim? Hə, uşaqlar, keçən dərs qeyd eləmişəm. Mən qeyd eləmişəm. Sonra sətrə çevirdik. Nəyə? Birinci listi normal yazılışa çevirip sonra sətrə çeviririk. Hə, da o nəyinə çevirdim, onu soruşuram.
işləməni. Yox. Int ədədlərdə işləyir. Int tam tipdir. Demək ki, qeyd eləməlisiniz. Belə yazıram. Və bu səfər də deyirəm, düzə. Yazmanız daha yaxşıdır uşaqlar. Yəni sorursuz yenə deyəcəm, amma yazın öyrənin. Praktika eləyin. Dırnaq içərisində, yəni mən qoyuram buna. Dırnaq, nöqtə, nə yazacağam? Join. Və dəyişən içərisində dəyişəni yazıram ki, A dəyişəninə müraciət eləsin. Enter vurduqda, baxın, bu şəkildə Azərbaycan sözün yazmış olacaq. Başa düşdük? Yəni, Azərbaycan sözün bu şəkildə sətr tipinə join-dən keçirdik. İndi, iş burasıdır uşaqlar. Mən bu join-ın dırnağının içərisinə baxın. Bura deyirəm ki, qoy dollar işarəsi. Sonra yazaq nöqtə, join. Enter verəcəm. Nə olacaq sizcə? Aralarında dollar işarəsi olsun. Baxın bu şəkildə. Yəni bura mən nə işarə qoysam bu join-ın dırnaqlarının arasına. Həmin işarəni aparıb hər hərfin arasına yerləşdirəcək. Yaxşımı? Başa düşdük. Daha sonra uşaqlar DS işarəmiz var. DS işarəsi belə deyək. Qeyd yazmaq üçündür. Hətta bu bir sətirli necə deyirlər, qeyd yazmaq üçündür. Çox sətirli qeyd yazmaq üçün 3 dənə dırnaqda, amma bu Python'da işləmir. Yəni Python başqa versiyasında işləyir, burada işləmir, amma onu da bilin ki, çox sətirli qeyd yazmaq üçün 3 dənə bu şəkildə dırnaqdan istifadə edirik. Probel işarəsindən istifadə yox. Evet, dırnaqdan istifadə edirik. Sonra uşaqlar dəyişənin adlarında müxtəlif adlardan istifadə edəcək. Məsəl üçün, com, məsələn 5. 5 dedim 8 yazın. Bax, buna, hə, burada işlədir. Buna artıq necə deyirlər? Çetini götürdü. Sonra, məsələn, insan adı da qoya bilər. Məsələn, Fərqanə dəyişənlərin adında. Rov qoya bilər. Deyirsiniz ki, rov nədir? Amma bilin ki, bu şəkildə yazıbsa dəyişəndir. Yaxşımı? Sonra belə bir yazılış var. A plus bərabərdir 1. Bax, uşaqlar, bunun açılışı bu deməkdir. Aşağıya, hə, burada deyib bir ədəd verilmir. Məsələn, A dəyişkəninə verdim 5. A bərabərdir 5. Aşağıya düşürəm. Yazıram ki, A plus bərabərdir 1. Enter vuracam. Mənə A dəyişkəni soruşanda 6 dəyəri göstərəcək. Bu nə deməkdir? A bərabərdir A plus 1. Yəni, bu açıq yazılışdır. Bu da qapalı yazılışdır. Yəni, bu yazılış növü də var. Hətta burada vurma ola bilər, qüvvət işarəsi ola bilər, çıxma ola bilər. Yəni, bu yazılışda görəndə, yəni, demin ki, bu nədir? Başa düşdük. Sual var. Sual yoxdur. Keçək digər pəncərəmizə. Uşaqlar, belə deyin ki, bizim printimiz var. Dinlən printlə internetini keçəcəm. Buradan nə olacaq? Printin içərisində yazaq biləm. Printə aid bir şey yazaq. Print. Print yazdım. Mötərizə açdım. İçərisində, dırnaq içərisində yazıram A.
Dırnaq içərisində yazıram. Vergül qoyuram. Uşaqlar, bax, burada da özü çıxartdı. Sep və enddən danışmaq istəyirəm. Bunun içərisində iki dənə funksiya var. Seplə end funksiyası. İndi gəlin bu proqramı işə salaq. Bunu. Görək bu normalda necə işə salaq. Birində altdan necə deyirlər, yazın print. İki dənə print yazıram. Burada yazıram. Bu şəkildə dırnaq içərisində salam yazın. Qısa olsun. Mütəsə bağladım. Run düyməsi ilə F5 moduluna çalışdırdım proqramı. Yaddaşa veririk. Baxın, gəldi, sep boşluq qoyacaq. Hər vergül görəndə onun arasına baxın bu şəkildə boşluq qoydu. Enter slash n var içində. Necə deyirlər? Aşağı saldı salamı. Yəni, dəqiqə. Baxın, bu printin arasında burada slash end var. Bunu aşağı sətrə salam, bu salam, necə deyirlər? Slash end. Mən bunu götürüb, lap baxın, buradan yazsam, yəni, buradan yazsam, bunu çalıştırsam, yenə də eyni nəticəni verəcək. Yox, eyni nəticəni verəcək. Yox, yaza bilmirəm. Aha, yaza bilmirəm uşaqlar. Ama yazırdım. En yazmadı baxıyorum. Hə, yazmamışım, içində işləyir də, gizlidir. Mən o söndürəndən sonra, indi o yanlış şəkildədir. Mən onu indi söndürəcəm. Bu şəkildə işləyir. Uşaqlar, deməli, bunun içərisində mən vergül qoyuram. Vergüldən sonra yazıram ki, sep. Sep dedik neyini? Boşluq işarəsini qoyanda. Mən sepə deyirəm ki, bu səfər qoy ət işarəsi. Neyniyəcək? Hər necə deyərlər, vergüldən sonra, bir dənə baxın, bu axırıncı vergüldə işləməyəcək. Baxın, burada işləməyəcək. Amma bu 3 dənə vergüldən sonra arasına necə deyirlər, ət işarəsi qoyacaq sözü. Baxın, vurdum, oku vurdum. Fikir verdiniz. Hələ endi işləyir, endi söndürməmişəm. Sep neynədir? Hər vergülə əvvəl boşluq qoyurdu, amma indi ət işarəsi qoymuş oldu. Ətin yerinə ulduz da ola bilər. Yəni, hansı işarə oldu ola bilər. Bir dənə onu yadınızda saxlayın ki, axırıncı funksiyada işləmir. Axırıncı vergüldə işləmir. Daha sonra uşaqlar, indi keçə indi yazıram. Deməli, indi yazırıq. Dırnaqların içərisində mən boşluq qoyuram. Və yaxud da heç qoymaya bilərsiniz. Boşluq da qoymasanız o da olar. Proqramı çalışdıranda bu səfər bu salamı buradan bunun ardınca yazacaq. Aşağı salmayacaq. Çünki bunun içərisində bu slashin işləyirdi. Görünməz şəkildə var idi. Mən indi gəldim onun yerinə boşluq qoydum. Yəni bu şəkildə slash n işləyirdi. Amma hal-hazırda mən boşluq qoyuram. Bunu silirəm. Deyirəm ki, heç nə olmasın yerindən ümumiyyətlə. Boşluq da olmasın. Hə, bərabər qoymamışım uşaqlar. Bərabəri qoymamışım. Baxın indi. Nə oldu? Ardınca salam yazmış oldu. Başa düşdük. Sual var.
Sual yoxdur ki. Bu slash n nə dedi? Sətirdən sətrə salır. Mən gəlib burada yenə bu slash n-i qeyd eləsəm, bu şəkildə, yerini aşağı salmış olacaq. Deməli, printin içində iki funksiya var. Bu funksiyalar neyini? Biri boşluq qoyur, o boşluğun içinə istəsəm başqa bir şey də qoya bilərəm. Digəri isə sətirdən sətrə keçirilən funksiya slash n. Yaxşı uşaqlar, mən indi bunu silirəm yuxarıdakı. Bunu silirik. Uşaqlar, indi mən gəlib burada yazsam ki, salam, necəsən? Təxminən nəticə nə ola bilər? Zəhra. Satranç. Mən bunu çalıştırsam, ne fayl açmalıyım? Tamam. Yazı salam edəsən. Niyə Nihat səncə? Çünkü, Aha, de. çünkü slash n'i o n slash n'in n'si olarak görür. Bəli. Buradakı bu slash n var ama slashdən sonra bu slash n-dan qabaq qoyuldu deyə o necəsənin n-sını götürdü, verdi slash n-ə. Funksiyaya götürdü və sətirdən sətrə keçirdi. Yəni slash n təkcə n-in içərisində yox, başqa bu cür hallarda da istifadə olunur. Sual var. Hə, uşaqlar? Uşaqlar, indi isə bunun testlərinə başlayacağıq. Birinci bir-biri yazacaqsınız. Mən digər qruplarımda artıq yazıblar bunu. Onlar bir-ikini də yazırlar. Hı. Yəni, Seçim PDF var yoksa. var. Öz yazdığım PDF var, atarım. Baxın, bu hissəsi nəzəriyyədir. Nəzəriyyəni eləyəcəksiniz. Ben de çok testleri edebilmedim. Testsiz yazdım diyorum. Videolar da yerləşdirəcəm. Tamam. Qeydləri də atacağım. Testi də atacağım. Sadə testlər uşaqlar, narahat olmayın. Bu hissələri nəzəriyyədir. Nəzəriyyəni özünüz eləyəcəksiniz. Nəzəriyyəyə girmirəm. Hə, bir də poverimiz var uşaqlar, qüvvət. Pover nədir? Gəlin onu da yazın. Baxın, burada bu hissəni silirəm. Bura yazıram, pov. Mötərizə açıram. Deyirəm ki, 3.2. Mötərizəni bağlayıram. Uşaqlar, yaxşı olar ki, bu hər hansı mən dəyişkənə verin, printin içinə elə salın. Çünki o bir pəncərədə yazmadım. Elə orada Y dəyişkəninə vermişdi, burada da verim. Gələn buradan deyirəm ki, Y dəyişkənini çap elə. Bu şəkildə run deyəcəm. Power qüvvət. Yəni 3 üstü 2. 9-u qaytarmış olacaq. Yaxşımı? Bunu da qeyd edin ki, power, yəni power qüvvət deməkdir. Yenidən bura qaydıraq. Yaxşı, bu 6-cı misalı bir dənə eləyək. Görür hamı altını.
B variantı. Deməli, nə olacaq? 15-dən 7 çıxanda 8, 8-i Deməli, hə, bu D çıxılsın 3 bölünsün D, vergül D var. Onun yerinə nəyi qoyaraq D-ni qoyub hesablayarsan? D-ni nə aldın? D-ni gətirib qoyursan bura. 32. Bundan 3 çıxırsan. 32 eləmir axı cavab. 7, 5, 5 olur. 5 oldu. Hə, o 5 düz deyir. Bu hesablamanın nəticəsində 5 alınır. Bu qüvvətdir. Bax, bu var ha. Vurma deyil. Qüvvətə 2 üstü bu 3 8-i verəcək sənə. 8. Burada 40-dır. 40-dan 8 32. 32-ni 4-ə böləndə 8, 8-dən 3 çıxanda 5. 3'ü çıxdı, birə böldüm onu. Niyə? Əməllər ardıcıl getsin burada. Bu halda əməllər ardıcıl getsin. Daha sonra pova gəl. Burada D-nin yerinə gətirib qoyuram 5-i, çıxıram 3-ü. Elədim 2. Burada da D-ni təzədən qoyanda 5 qoydum. Yəni D-ni mən hər hansı bir dəyişkənə mənimsədib çıxartmadım. Yəni dəyişkən kimi demədim. E, D bərabərdir, D çıx 3 demədim. Sadəcə D-dən 3 çıxdığıma görə D dəyişmir. 5 olaraq qalır. Yaxşımı? Sadəcə bir dəfə çıxıram, 2-ni yazıram bura. Və 2 üstü 5-də mənə 32-ni verir, amma float tipində verir. Niyə görə? Çünki bölmə olan nə qədər int tipi də olsa, əgər orada bir dənə bölmə varsa, o floata çevriləcək. Yaxşımı? Başa düşdük. Cavabda 32. 5 üstü, 2 üstü 5, 32 verir. Yaxşı uşaqlar. Məsələn, bunu eləyin 11-i. A variantı. Baxaq. Nihat, nə aldım? 25 mi? Hı. Ayten, sən, Leyla eləyə bilirsiniz. Adi misallardan. Yaxşı. Hələ ki bu riyaziyyat. Deyir ki, bunu Pythonda necə yazarsınız? Maraqlı, necə yazarsınız bunu? B variantı. B deyil. Yok, değil. C de deyil. Hə, D deyirsən, hə. Ayten. D variantı. C bu. Leyla, sən bəs? Ben Hə. D deyəndə düz deyir. Bu 13-də, bunu zaten hamı gəlib məndən sonra uzun həqiqi olan ədədimiz yoxdur uşaqlar. Belə yadda saxlayırıq. Uzun həqiqi olan ədədlər yoxdur. Aha, daha sonra. Burada 14'ü. Hı hı. Aha, hamı bu cavabı alıb. Yoxsa 45-in üstünə 5 gələm 50. Deməli, D nədir? 45, bu da 50. Burada nə aldım? -5, -5 plus 1 elədi -4.
D-nin qiyməti nə idi? 50. 50-nin üzərinə -4 gələndə Allah müsbət 46. Bu şəkildə. Sual var. Hə, də hesablamadım. Uşaqlar, burada hamısının eləyə biləcəyiniz tiplərdir. Məsəl üçün, burada sizə qorxutmasın, dəyişkəndir. Demişdik, məsələn, bu faizli bölmə qalğı tapırdı. Bu tam bölmə, necə deyirlər, tam hissəsini istəyirdim. Burada da hamısı sadə əməllərdir, birinci hissə. Int, float, bunlar da hamısını keçmişəm. Join'i də keçdik, split'i də keçdik. Necə deyirlər? Bir dənə sizin bunda çətinliyiniz ola bilər. Amma bunu bir düşünün ki, bunu necə eləmək olar. Yəni, qura bilməsəz, hə, saxlayın. Qursaz daha yaxşıdır. Yaxşımı? Bunları evdə eləyəcəksiniz. Bu /n-i də keçdim. Yəni, bu birinci bölmənin içində nə varsa hamısını keçmişəm. Yəni, keçmədiyim yoxdur. Deməyin ki, ay məmə, belə elə. İkinci bölməyə keçmirəm. 11 2-ni etməyəcəksiniz. 11 1-i edəcəksiniz. Yaxşımı?